Duyğularımızın əsas və mühüm funksiyalarından biri bizə ətrafda baş verənlərlə bağlı, eyni zamanda daxilimizdə baş verənlərlə bağlı, gedən proseslərlə bağlı bizə xəbər verməsidir və bizi bu hadisədən xəbərdar etməsidir. Əgər biz duyğularımız vasitəsilə daxilimizdən və ətrafımızdan bilgilər, xəbərlər və məlumatlar almasaydıq, o zaman biz ümumiyyətlə həyatdan təcrid olunmuş bir formada yaşayardıq. Məsələn, bizim qorxu hissimiz, bizim qəzəb hissimiz və duyğumuz əslində bizə xəbərdarlıq verir. Yəni, qorxu normalda hər birimizin belə də sevmədiyi bəlkə də duyğulardan biridir ki, insanlar çox zaman qorxmamaq arzusu ilə yaşayırlar. Amma əslində qorxu bizim həyatımızda, bizim yaşamımız üçün ən böyük rol oynayan mühüm duyğulardan biri hesab olunur. Çünki bizim yaşamağımız üçün bizim qidalanmağımızla, bizim şənlənməyimizlə yanaşı, bizim həzz almağımızla yanaşı daha mühüm olan bizim təhlükələrdən qorunmağımızdır. Yəni, insan təhlükələrdən qorunmağı başarmasa, insan həyatı davam edə bilməz. İnsan həyatda uzun müddət yaşaya bilməz. Yəni, tez bir anda, tez bir zamanda, qısa müddətdə həyatı tamamlanar və sonlanar. Buna görə bizim qorxu kimi duyğularımız, eyni zamanda qəzəb kimi duyğularımız əslində bizi müdafiə edən əsas duyğularımızdan hesab olunur. Yəni, duyğularımız bizim ətrafda olub bitənlərlə bağlı qavradıqlarımızın müqabilində bizdə yaranan emosional vəziyyət və durumdur ki, bu da bizim həmin qavrayışlarımızın müqabilində necə bir reaksiya verəcəyimizi, necə bir təpki göstərəcəyimizi bizə bəlli edən bir sistemdir. Yəni, o bizə verilən siqnallar vasitəsilə biz hansı addım atmağımızı, necə atmağımızı bəlirləyirik və təyin edirik.